Şükür burada ne hava yok. Dünyaya yazın ki yemek yiyin. Yemekten sonra koşacak. Akşam yemeğimi yerim. Yemeyeyim. Yazık canım. Seher şirin çayla pendirin üstündeyim. Derman atmalıyım. Ben yemeyeyim. Hayır. Yine ağrılarım var. Grill almışım. Soğuk karpuz. Tuzum oradadır. Hiç ne pişirebilmiyorum. Sarı çörek. Bir külfesini alaydık. Nerede ki çıkma var? Damaş saklayası da öyle ama. Çöreğim, az şey çörek, kara. Misafir işletme. Hayatta çok evine sunacağım. Yaktığında biraz yaktım cepte. Diyor o düzen yemeğin bir git sağ olsun. Sabah gelecek bir de. Bu da Gəncə dövasıdır. Bərdədə Gəncə yer açılıb. Gittim oradan aldım Qırğızada. Görün nətərdir dövqaları. Şimdi
Həyat şirində yaşayıram da, kimə nə ayırıram? Aşağı acıram da qazanalım, acmışam yeyirəm. Və Allah'ın dostu səhər tezdən şirin yediğimin üstündəyim. Və 2 dəfə yemək yeyirəm. Məcbəm ki, çörəklərini yeməyim. Yayda kolasız, fantasız, karpuzsuz durmaq olmuş. Bilmiyorum. Benim dünən buradaydı da. Dünən buradaydım, mən niyə yatır? Bir dəqiqə gəlib burada yazacaq. Bazar günü Mingəçöyrə gedəcəyim. Bəzə, prosto belimin ağrısı biraz kəsildi. Prosto məni incidən ayağımın uyuşmağıdır. Ayağım uyuşur. Biraz ayağım ağrıyır. İndi həkim dedi ki, səhər yox, birisi gün 3 həftədir. O birisi 2-ci gün, bu 2-ci gün yox, o birisi 2-ci gün 1 ay tamam olur əməliyyatım. Gedəcək, müayinə edəcək, fizioterapiya yazacaq. Masaj. Eminle kime gideceğim?
yiyənlərəm. Saldım. Bu yine olur azma. Gah müləbbəni tökürəm üstümə. Gah onu tökürəm üstümə. İtaat atacağım. Zata bilməmişəm. O birisi beyin pulunu istəyir ya. Deyir beyi artıq iti saxlayın. Bilmiyorum bunu. Böyleydi. Halatların içinde 3-4 tane xoruz var. Kapımın xoruzu. Pişirebilmedim. Erdirəm. Ayak üstüyle çok kalamıyorum. Süreyyanın vaxtı tamam oldu da. 9 gün bir baxdı vəfat edəndə. 10 gündə bir baxdı. Artıqlamasından pulunu aldı. Pulunu verin. Da mənim pulum yoxdur ki, təzədən gəlsin, mənə baxsın. Ayağa dura bilirəm. Tüyoğumu düzəlmin özüm verirəm yemin. Məftun olanda məftun verir, olmayanda da mən deyə verirəm. O da pulla baxırdı. O da yemin. Prosta əmrəm yemək pişirə bilmirəm. Mənim deyiləcək çox sözüm var, prosta demirəm. Yine bu TikTok'da yaltaq olasın. Bu TikTok'da yine yaltaq olasın. Mən yaltaq deyiləm. Kimə yaltaqlanmışam? Altın doldu puluna. Nə bilirsən, pulumu saymışsan? Altın doldu. Reklam nöbrəndə. Subaylıq Sultanlı, xoş gəldin. Çörəsiz yeyirəm də. Doydum. Mən heç vaxt TikTok'da ağlamamışım. Yataq xəstəsi oldum. Pulumu verdim, Süreyya baxdı. Ne olsun hiç mi? Pulumu verdim, baxdı.
Mən yataq xəstəsi olub da mən pis günlərdə qalmamışam, əməliyyat olmuşam, durub ayağa gəzə bilmişəm. O ağır xəstələr var, tərpənə bilmir, altına qav gətirirlər, düzdür. 2 həftə yerdə zəhərləyəndə bir 2-3 dəfə məftun gətirdi. Qalan vaxtlar gedim, onda otarmağa məyağa dura bilmirdi, məyağım tutulmuşdu. İndi o lap o xəstələr olur, tərpənə bilmir. Mağarım, aləm yoxdur. Ona görə onunla mühtaç qalım, mağarım. Çörəksiz yeyirəm. Yox, satmadım nüçqalarımı. 2 dənəsini yedik, dünən nüçqa qızartdıq. Kimin pullarıdır, izləyicilərimin, dəstəkçilərimin pullarıdır. Mən kiməm ki, oturmuşam burada, mən PKL pulumu qazanmam. Mənim bancım yox, dükanlarım yox, obyektlərim yox, izləyicilərimin puludur. Haqqı itirirəm, haqlarım. Deyil, bax, ağzımdakı bu yemək onun puludur. Olmur, ayısı və ayaqsız tanımıq. 30 min bir sənin almalıdır. Mən evlənsəm peki 30-40 min onda olar. Maraqlı bir şey olanda. İndi mən burada boş-boş oturmuşum, elə 10 minə yaxında. Həm də keçən dəfə Allah'tım. Neyindirəm? Öz sevən izləyicilərim deyə. Burada indi 9600 adam var. Onun hamısı mən istəmirəm. Eləsi var gəlir sür, haqsız yerə, eləsi var nələr yazır. Eləsi var bir mahəd yatan kimi qızlar tökürüşür direktdə, oğlanlar tökürüşür. Niyə onu atırsan? Az olsun, mən sevən insan olsun. Mahəd yatmışsan, göy saat direktə yazmıyorlar. Teşman uşaqlar, doydum. Devam için ama çok karıştırdım da karpuz, fanta. Köpəsə, mən də həkim dedi ki, köp çox olur. Uşaqlar, məndə tamaq da güclüdür. Başa düşürsünüz, tamaq güclüdür məndə. Saçın ağarı və o heç. Saqqalım deyib, roltusu da ağarı. Məndə tamaq güclüdür ona görə, yiyər adamım. Qocaldım, Allah hamıya nəsib qismət eləsin. Belim düzəldi, ayağım düzəlmiş. Uyuşma keyim oldu, bayaq maşınımı sürdüm, deyib qırıq getdim aldım. Ayağım yenə başladı uyuşmağa. Çok sağ olun.
Elə pis yoxa deyil. Yeriyəm də aytıya, nağarım ağrıyır. Nağarım. Ayağım ağrıyan sonra da yeriyim. Gecikdirdim də 18 gün yatıqda zardım. Həmən dəqiqə emirliyə düşən kimi sabaha gedib əməliyyat olmalıydım. Hələ dedi, şikəst qalassan, yarımcan qalassan, get fizioterapiya, bu dərmanı at, o dərmanı at, bu ne at. Gecikdirdim də. O zəng eləyənlər həkim çıxmışdı başıma. Biraz da geç geçseydim iflic oluşaydım. Allah haqqı, iflic. Papacan. Yazıq canım. Elə tıxı deyəndə akşam yeməğimi yerim. Ne kadar siz yemirsiniz? Dedi həkim, dedi bir 5 ay uyuşma əyağı çeşmə olacaq. İndi bir ay tamam olur da bu ikinci gün, yok o bir ikinci gün. Həkim dedi ki, muayene edəndən sonra masaj yazacaq fizioterapiya. 10 gün gedəcəyim masaja. Ayağım, mənim bax belimin ağrısı kəsir. Mənim ayağımdır, ayağımın uyuşması, ağrısı kəsmiş. Gəzəndə, uyuşma keyim olur ayağımda. Maşını sürürəm, ayağımı istələmir ama nə tər uyuşursa nə tər uyuşur, yaramın yeri sağalır, əməliyyat yaramın iskeli. Üzə bitişikdir. Allah hiç kime göstermesin. Siz bilirsiniz, mən 17 gün nələr çəkdim ağrıdan. Ağrıdan bir sizin hepsi ağrıydı. Vurmuş ayağıma şikəst eləmişdi mənim. Oturup ağlıyordum, bana diyebilirim ki artist değildim. O da beyazlara bırakıyor ki hakkıma. Gah diyor ki prim diyor. O zaman her sözü değilsiniz. Tane söz kalmış, cuma demeyesiniz. Allah hakkı, her sözü tamam değilsiniz. Sözsüz, haksız yere. Günahımı alırsınız. Davamçı özür dilerim. Allah hakkı. Bilmem sizlerden ağırmışım. Yemek yiyelim sürürsüz. Ama bilir ki ben yiyen adamım biraz. Bir de haksızlık ama kadar haksızlık olabilirsiniz ki Allah'tan korkun. Benim bu TikTok'ta hiç kimden işim yok. Görsüz kimse yoktu var. Bu da ləkədir var, ləkə. Bak bunlar ləkədir. Canım imkan verir ki durum evime işimi istedim. Max çıxıb var, pələkan ağzı elə şeydir. Batıb. Başa düşürsünüz. O birlərdə qadınların pulundandır. Yaxşı ki Allah mənim ürəyimə görə verir. Ya Rəbbim, ya Resulallah. Pul olmasa mən ölmüşdüm. Pul olmasaydı mən ölmüşdüm.
İndi başa düşürəm ki, pulsuz həyat heç nədir. Allah haqq. Görürsən bax, indi niyə gələn yoxdur? Pul olması. Əlbəttə ki. Ne kömək lazım? Niyə işinə artıq da ayağa dururam? Düzdür babilik. Ayağa dururam. Allah izləyicilərimin canını sağ eləsin. Allah onlar belə gözəl izləyicilərimi çox görməsin. Bax, indi görsüz evimə işimə gələn yox, axtaran yox. Vallahi Allah ki, kimsə də desə ki, təmmənasız baxıram, inanmayın. Mən dedim ki, sağalım durmayağa. Mən özüm açıqlamamı verəcəm. Dedim, indi qoyarlar, gedərlər. Heç kim mənə uşaqla pulsuz baxmayıbdır. Bir dənə məndən pul almayan, nətər deyərlər, məftun olubdur. Məftun da ki, burada gəlib canlısı qalxıbdır. Öz evində deyir ki, maaş natan yoxdur. Burada yəni kartın qoyub belə pulu olubdur. Başa düşürsünüz? Belə olubdur. Sağ olsun yenə də, haqqını itirmirəm. Emin də pul almayıb məndən. Mənlə qoşulub gedib. Lazımı gəldi, çimizdirib. Amma valla o imam haqqı o birilərinə pulumu vermişəm. Kimsə də deyə bilməz pulumla. İkisi. Sürəyyada, o birisi də vəfada. Mən pulumu vermişəm. Mənə pulsuz baxmayıblar. Mənə pulsuz baxmayıblar. İndi niyə gəlmirlər? Bax, ev eşi ilk günündədir. İndi şeydir. Görsən, pul olumda gəlir, mən pulumu vermişəm. Heç kim deyə bilməz. Ona görə Allah məni heç kimə möhtac eləməsin, pulumla baxıblar. Bax, yalan deyirsə, bu çörək mənə gəlim olsun. Yalan deyirəmsə əgər. Bax, mənə gəlim olsun, bax o çörək. Ona görə deyirəm ki, mənə arvad lazımdır. Heç kim sən qapında gəlsə, baxası deyil. Deyəndə dosta deyirsiniz manikür. Manikür deyil mi? Manikür sənizdə baxmayıb, pulumla baxıb. Baboşu bəyənmirsiniz, nə yatırsınız canlıda? Mən an düşmüşəm, yaz nə danışırsan? Mənə pulumla baxıblar. Ailədir, qohumdur, yalan danışası deyirəm. Görürsünüz, qapımı açmadılar. Özünüz görürsünüz, gözüm qaldı yolda, kameradakı, bəlkə gələr, görürsünüz, gəlmədilər. Mən nə yalanla deyim ki, mən pulumu vermişəm. Elə bir baxıcı tutmuşam, nə baxıblar. Köynəyim çox gözəldir.